Bunun mənası? Sadəcə natürmort. İncəsənətdə oxuyursunuz? Bəli. Neçənci kurs? Birinci kurs. Nə gözəl. Belə deyim də, İncəsənət Universitetində yoxsa Əzim Kollecin, Əzim Əzimzadə, bəli. İndiki bu gənc nəslin nümayəndələri var. Nəyi dəyişdirmək istəyərsən onların arasında? Məsələn, sırğalı oğlan görsəz, sizə sevgi etiraf eləsə, ailə qurarsınız ondan. Mən elə şeylərə ümumiyyətən normal baxıram məncə. Doğrudan, Yəni indiki cəmiyyət, yəni normaldır. 2026-cı il. 2026-cı il. Anladım. Sizin fikriniz, bəs siz? Əgər xasiyyəti normaldırsa. Xasiyyəti normaldırsa, yəni ailə qurarsınız. Nə gözəl. Bu sizin fikrinizdir, təbii ki, hörmətlə yanaşıram. Siz də? Bu efirlərdə müğənnilərimiz olur, qalmaqal yaradırlar, sonra düşürlər TikTok'a, nə bilim Instagram'a. Necə baxırsınız onlara? Çox mənasız baxıram, yəni lazımsız bir şeydir. Onun üçün heç izləmirəm mən zaten onu. Maraqsızdır sizcə artırırlar. Bəli. Sizcə o şou xatirinədir? Yəni önə getmək üçündür, yoxsa həqiqətən olan şeylərdə onu paylaşım edirlər? Məncə önə getmək üçündür. Bəzilərdə həqiqətdir, yəni. Bəzilərdə həqiqət. Deyirəm Miri müəllim, gələndə kameranı, bataryasını doldur gəl. Başa düşdün? Şükür Allah. Artıq şəhərdə sorğumuz bitdi. Gözəl-gözəl sorğular götürmüşük, fikirlər öyrənmişik. İnsanların təbii ki, fikirlər bizim üçün önəmlidir və təbriklər götürmüşük. Bayramınız mübarək olsun, gözəl xanımlar. Həmişə təravətli və gözəl qalın. Təbriklər.